üzürlü kimsələr necə namaz qılır? Növbəti məsələmiz. Və burada ən çox halı izah olunan kimsə də xəstə insandır. Və əgər alimlər buyurur ki, qiyama qadirdirsə xəstə, qiyam, yəni ayaq üstə qılmağa qadirdirsə, o zaman ayaq üstə namazını qılır. Yəni o xəstə üçün nə vaxt üzürlü olur? Xəstə üçün o zaman üzürlü olur ki, o otura bilmir, ayaq üstə qıla bilmir. Əgər ayaq üstə qılmağa qadirdirsə, çünki bundan qabaqki dərslərdə də biz dedik ki, yəni bəzən insanlar bu hallarda səhlənkarlığa yol verə bilirlər. Məsələn, insan ayaq üstə qiyamı dura bilir. Sadəcə bu rükû və yaxud da səcdə eləyə bilmir. Və bu zaman deyir ki, əgər o insan qiyamda oturursa, qadir olduğu halda, o zaman onun namazı batildir. Çünki qadir olduğun şeyi yerinə yetirməlisən. Qadir olduğun şeyi yerinə qoymalısan. Əgər yox, səcdədən acizsənsə, sən rükûnu etməlisən. Sadəcə sənə üzürlü olan tərəfi səcdə tərəfidir. Məsələn, insan var ki, qiyamda ayaq üstə dura bilmir. O zaman sənin üzürlü olacağın nədir? Qiyam halıdır. Oturub qılırsan. Əgər rükû və səcdə eləyə bilirsənsə, rükû və səcdəni etməlisən. Əgər sən yenə də rükû və səcdəni etdiyin halda, edə bildiyin halda oturaraq rükû və səcdə edirsənsə, o zaman da namaz batıl olur. Yəni oradakı məqamı yerinə qoymaq lazımdır. Hansı məqamdan acizsənsə, o ruxsəti o zaman istifadə edirsən, asanlığı. Bəli. Bu ayaq üstə namaz qılmaq namazın rükunlarındandır, qardaşlar. Vacib namazlarda namazın rükunlarındandır. Və insan əgər xəstəliyi ucbatından ayaq üstə namaz qılmağa qadir deyilsə, o zaman nə edir? Oturur. Necə ki, Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, "Fəttəqullaha məstata'tum." Yəni Allahdan gücünüz çatan qədər qorxun. Və həmçinin başqa ayədə buyurur ki, "Ellezine yezkurunallaha qiyaman və qu'udan və ala junubihim." Yəni o kəslər ki, oturanda da, qiyam halında da, oturanda da, yəni yanları üstə olanda, yəni uzananda da Allahı zikr edirlər.